Salam uşaqlar. Bugündən biz sizinlə hərfləri öyrənməyə başlayacağıq. Gəlin ilk hərfimizi öyrənək. Uşaqlar, şəkildə nə görürük? Gəlin adlandıraq. Alma. Bəli. Təkrar edək. Alma. Bəs indi arı. Arı. Bəs indi nə görürük? Ayı. Ayı. Uşaqlar, sizcə bu sözlər hansı səslə başlayır? Bəli, A səsi ilə başlayır. Təkrarlayaq. A. Böyük A, bu isə kiçik A-dır uşaqlar. A. Gəlin A hərfini nöqtələrin üzərindən getməklə yazaq. İndi isə kiçik A-nı yazaq. Aferin sizə uşaqlar. Uşaqlar, gəlin bir daha böyük A-nı yazaq. İndi isə A səsi ilə başlayan sözləri A hərfinə birləşdirək. İlk şəkildə arı görürük. Arı. A səsi ilə başladığına görə onu A-ya birləşdiririk. Nərdivan. Nərdivan. Bu A səsi ilə başlamır. Ona görə onu A hərfinə birləşdirmirik. Növbəti şəkildə ay. Ay. Bəli, A səsi ilə başlayır. Onu da A hərfinə birləşdiririk. Nar. Nar A səsi ilə başlamır. Onu birləşdirmirik. Armud. Armud. Bəli, A səsi ilə başlayır. Ayı. Ayı. A səsi ilə başlayır. Demək, arı. Ay. Armud. Ayı. A səsi ilə başlayan sözlərdir. Uşaqlar, bugün biz sizinlə A hərfini öyrəndik və A səsi ilə başlayan bir neçə sözlər də öyrənmiş olduq. Ümid edirəm ki, A hərfini tanımış oldunuz. Hələlik.